əzizlərim, bu günlərim mən nə bişirəcəm? Ama canlıya girəndə xəbər elə, ha, sən canım. Sən öz başından girirsən, mən xəbərim olur. Nə danışıram, nə qoyuram, bilmirəm. Tezliklə bu Kuxnamını da görməyəcəksiniz. Bu evdən artıq gedirəm. Gedirəm bu şəhərdən. Köçəcəm buradan. Uşağa da göstərmək olmaz. Canlıya girəndə xəbər elə ki, göstərməyim də, yaxşı? Başladıq. Hə, başladın ucu. Səni görüm belə. Ay, salam mənim əzizlərim, necəsiniz, nətərsiniz, canınız, başınız, bilirəm, məni izləyirsiniz, hamınız baxırsınız. Köhnə itən bütün dostlarım çıxıblar ortalığa. Hamısı mənə deyirlər ki, ay Rəkoş. Ay bacı, niyə çıxmırdın, niyə yox idi? Karoçi, Allah canınızı sağ eləsin, çıxırsınız, baxırsınız, bilirəm. Məşhurlar da gelirlər, baxırlar, girin baxın, girin baxın. Mən məşhur deyiləm də güvəyimdə, yəni. Məşhurlar girib baxırlar, Allah. Hamının canı sağ eləsin. Bu arada Tolikdə papa olubdu. Təbrik eləyirəm. Gözü başı aydın olsun. Əlində ucunda qalsın. Gözəl balasını. Xeyrini görsün inşallah. Yəni Allah hamıya nəsib eləsin. Elə bir gün. Mənim də bu günlərim nəvəmin, sevgi balamın 10 ayına keçir. İnşallah sevgi balamın 10 ayı olur Allahın köməkliyi deyirəm burada bir dənə bir. Həmin bu günlərim yuxarı eləyəcəm. Həm də çox sayılı yazışmalardan sonra mənə yazdınız ki, qutab elə. Düzdür, qutabı istəyirdim mən cincilimdən eləyim. Cincilim var idi, amma az idi. Amma yenə də qatdım. Mamama qurban olum, mamam göndəribdi. Sonra mənim buradan bir mamıçqam var. Özü bilir kimi deyirəm. O da məni izləyir. Onu da buradan maç eləyirəm, bağrıma basıram. Bu yazılır da, bu çəkilir. Ha, gördüm. Hani be kamera? Yalanca Afris'te yeriyirsən, hə? Mən ətən qatasam bunu çəkdiyim videoya, ay Afris. Nətər eləyəsən? Bu arada bilirsiniz, Moskvada hal-hazırda internetlər, zatlar biraz yaxşı işləmirlər. Bizim də bu Roma var, hamınızın görmək istədiyiniz Roma. Deyirsiniz ki, Roma rus dilini bilir. Azərbaycan dilini öyrətdiniz ona. Bu arada Azərbaycan dilini, elə Azərbaycanlıdır. Nə öyrətdim ona? Bu Afriskədə. Hə. Bilirsiniz, uçuşlar yoxdur. Bu arada Manaf'ın ad günüdür. Manaf canım benim. Can canadır, can cana. Urfalısan Urfalı. Bu kızların elinde bir tane sen bir tane. Manaf'ın ad günüdür. Bizi ailəli dəvət eləmişdi. Gələ bilmədim. Çox üzr istəyirəm. Ona görə gələ bilməm ki, bilirsiniz, yollar bağlıdır. Uça bilmədik. Tək mən gəlmirdim. Rövşən müəllim də gəlirdi. Soyçu Rövşən müəllim. Hamımızın dostumuz, Manaf'ın da dostudur. Düzdür, Rövşən müəllim bir dəfə naruşen elədi. Mənim yerimə başqa müğənnini apardı. Əslində mənə düşə bilməmişdi. Niçin o da özümüzünkidir. Hə. Və gələ bilmədik. Amma sözü bir yerə qoymuşuq ki, hamımız gedib Manafı təbrik eləyəcəyik. Nə olsun ki, ad gününə gedə bilmədik. Manafı çox istəyirik, qardaşımızdır, dostumuzdur, canımızdır. Həqiqətən mən onu çox istəyirəm, o dəyərli oğlandır. Onu təbrik eləyirəm. Canlara dəyən oğlandır. Aysun qızımı göndərəcəydim. Qızım Aysun da yazıq anası ölmüş, uça bilmədi. Ona görə ki, burada vəziyyət belədir ki, hələ aeroportlar bu şeyə görə, nə deyilik, parada görə aeroportları bağlayıblar. Ona görə işləmir. Və nə tərsiniz, nə inirsiniz mənim əzizlərim, canınız, başınız. Xəmri də eləmişəm özüm qəşəng. Və bunu istəyirəm bir dənə qəşəng. Roma özünə əl qatıb, qabağımda oturub, unu eləyirəm. Bu da şey olur, həm də katlet eləmişəm, belə qəşəng katlet eləmişəm. Ha, ocaqda bir katlet pişirdim, gəl görəsən. Belə arasına da türkün məsəl çörəyin arasına qoydum, qəşəngcənəm yedim. Sən məni kimə göstərirsən, ay oğlan? Turala. Turala. Burada bir-iki nəfər var idi, onlar da bizə atış gəldilər, çıxdılar, getdilər Azərbaycana. Vətən sevgisi başqadır da. Biz də gələcəyik, hə. Amma gedəndən önce bizi saymırlar, yəni heç bu ad adam yoxdur. Canları sağ olsun, olan şeydir. Hə. Və biləm, bir yuxa eləyim, bir quzu dürməyi, belə dədədir. Heç bala dədəsinə verməz, ha. Bir quzu dürməyi eləyim. Və mən yazmışdım ki, mənim keçən dəfə şeydə yazmışdım ki, mənim rus dilində tərcümə yox. Mən ola bilər onu səhvən demişəm. Mən demişdim ki, mən şey axtarıram. Qəşəng rus dilində söz yazarım, musiqi yazarım. Artıq mahnıları da verdim. İstəyirəm bir Azərbaycan mahnılarından. Mən ruski yazışlı qızam. Bir-iki də rus dilində mahnı oxuyum. Görürəm ki, bizim mahnılarımızı
cıngır-cungurlar oxuyurlar. Özümüz niyə oxumayaq? Mən sənətə də gələndə Niyaməddin Mustayev mahnılarıyla gəlmişəm bu arada. İndi də istədim ki, o mahnılarını oxuyam. Bir-iki dənəsi qəşək işləyəm. Mənim yazıq belə eləyirdi. Belə eləyirdi. Onu gedirdi. Mənim şeyim yoxdur bu arada. Nə deyirlər? Sacım yoxdur. Azərbaycanda var. Burada sacım restoranda qalıbdır. Sacım yoxdur. Və mən bunu Jarovnikimin qəşək yudum. Arxasını tərtəmiz. Jarovnikimin arxasını yudum. Birinci qobudan bir lavaş eləyim. Ya Allah. Ya Əli, ya Rəhəmmət. Jarovnikimin arxasını yudum belə qəşək. Olmayandan sonra olmur, nə qayra, kasıb uşaqlarım. Verin görün mənim telefonumu kim bizdən geriyə. Arada çalır o. Ver, sağ olun. Allah razı olsun. Oy ay Aysel, ay Aysel. Nə istəyirsən ay Aysel? Və açdım daha ürəyimi, indi açdım canlını. Tutmurdu, tutdu indi. Açdım bacı, açdım. Açdım. Qobaksınlar da, qobaksınlar. Lavaş pişirirəm, yerin məlum. Yerin məlum, Aysel. Sağ ol. Yerin mənim. İzlə bacın qurban, izlə. Bu Aysel yaman partlama da. Bu yaman partlama şeydi ha. Show business'in hamısından işləyir. Deyirəm, blogerlərin yaxşı oldu belə polislər amanını qırdılar. İndi biz başlamışıq. Nə deyirsən? İndi. Və mən də deyirəm, mən də trend olumdan bacı. Mən trend olmuşam. Yaxşı olma. Hə? Hamısı mən eşitdim. Bunlar demirlər, deyirlər ki, nəyimizə lazımdır, deyirik, qoy. Başımız ağrıdır, amma demək lazımdır da. Lazımdır. Ay sən, bu arada da mayın 25'ində ad günümdür. Hə, bacın qurban. 46 yaşım olur. Deyirəm, gəlim Azərbaycanda eləyim, Allah qoysa. İnşallah. Şimdi bu dəqiqə bunu bir... Görəcəksən bacı. Ay, nətər oldu bunların hamısı yaydılar, qoydular bura. Yəni ki, anar, saç. Hə, Allah bağlarınızı qorusun, sizi qorusun, dəyərli göz havalayı anar. Bu da Nigar İbrahimovanın ustasıdır, bir reklam getdi buna da, neyse. Bunu əslində özüm yayacaqdım. Görürsün, bax, lavaşı özüm elədim. Qoymurlar. Elçin işığı İmkan tut da. vermirlər də, sağ olsunlar. Mənim işçilərim belədilər, bax, görürsün. Yəni, mənə əziyyət vermirlər. Gətirdilər ki, Rəqsanə xanım, bunu özün elə. Dedim, daha yaxşı, sizsiniz da, elə. Lavaş eləyirəm bu günlərim, biraz lavaş eləyəcəm. Yandırdım, yandı qızın dədəsi. Rezinin tərəfindən elədim. Xəbər şou hədiyyə göndərib. Ay, sağ olsunlar. Demirəm, tıklayın. 15 nəfər baxır, heç kim tıklamır. Demirəm, tıklayın da. Bu Roma'nın puludur, nə olar, tıklayın. Ay Roma. Ora pul gələndə Roma qazanır, mən yox. Tıklayın. Hə, sonra nədən danışaq? Düz deyək, şovinizdə efirlərə baxıram. Əslində, efirləri izləyirəm, baxıram. Bir dənə bir söz deyim, açığı. Hamısı cavan qızlardılar, oxuyurlar, sağ olsunlar, səsləri də var, görünüşləri də var. Bu arada bütün hamı olsa bir-birinə oxşur bu son vaxtlarda. Görün, məndə nə tərdir? Baxın, görün, mən nə tərəm? Məndə nə tər oxşarlıq var, yoxsa yox? Məndə 2 taxta bir sümüyəm. Yəni, məndə ondan yoxdur, əslində. Hə. Bəh, gör nə gözəl oldu. Ay Allah, nə gözəl, əlimə sağlıq. Bəyək Fazilə deyirəm ki, nə olar, gəz lavaşı püküm efirdə sən ye. Deyir ki, niyə mənlə reklam tutsan özünə? Toşnu qızı Aysun, toşnu. Dədəsini oxşuyur, toş və toş. Az gətir o padmusu, biraz. Ay. Gətir. Onu bırak. Nə gözəl, gözəl Jaroniklə də qəşəng olur. Bu belə. Bu belə. Benim də pişirək. Uy Allah. Göz dəydi, göz dəydi, gözünüz çıxsın elə sizin. Bu nədir? Sonra bir yarışma gedir, nə yarışmasıdır o? Səs yarışması. Mən ən çox türklərə baxırdım, amma son vaxtlar
maraqlı çıxışlar olur, baxıram. Mənim yatuşqalanmağım zadım yoxdur, çünki ondan mənim çörəyim gəlmir. Suyum, amma həqiqəti deyirəm. Röya İlqar Xəyalın oğlunu çıxartmağına baxdım. Əslində, mən bir söz deyim, onsuz da axır əvvəl o çıxacaqdı. Röya düz addım atdı. Oğlan fəxr eləsin, valla. İşinin peşəkarı, xalq artisti, ondan sonra nə qədər konfetlər verir, hər şeyin başı çıxan adamdır. Yəni Röyanın yanında, onun komandasında işləyəcəksə, nə xoş İlqar Xəyalın oğlundan. İlqar Xəyal da sağ olsun, dostumuzdur, buradan salamlayıram, çox istəyirəm onu. Və həqiqətən də çox yaxşı, valla. Ay valla. Texniki Texniki problemlər var idi. Telefon. Şimdi. Bu nədir? Deyəcək. Səs yoxdur deyir, səs. səsi bağladıq da, texniki problem. Səs kəsin. Uşaqla tıklayın. Tıklayın. İstəyirəm TikToka bir mahnı yazam. Bu günləri baxdım, gördüm bir dənə qəşəng o şeyin uşaqları bir mahnı. Ay balcıq, xahiş edirəm, artırın, artırın. Tıklayın. Sonra tıklayın. Çünki Röya bir şir göndərsin də, bir saatda onu tərifləyirəm. Nə olar ki? Göndərsin də, pulu yoxdur. Hə, bayaqdan şeyə, nədir adı? Nədən danışırdım, hə? Maşallah, show biznesində əslində müğənnilər çoxdular, cavanlar çoxdular, çıxırlar, repertuar yaxşı seçim eləyirlər. Biraz aranjirovkalar zəifdir. Həm də efirdə hər şey var, bir dənə oxumaq yoxdur. Arvad gedir, uşaq getdi, ərə getmək, həci söymaları yığışdırılıbdır, şükürlər olsun. Hə, indi başlayır, bir də ərlər yoxdur, ərlər itiblər. Nə baş verirsə ərlər yoxa çıxıblar. Ha, tövbə, dədəmin coraqı. Yəni ərlər yoxdur. Bir baxlarım ərlərlə gəlmişdilər. Axund belə gəldi. Nə bilim molla belə getdi, həci belə getdi. İndi onlar yığışdırılıb. Nə şeydirsə, prosto bu cavan jurnalistlərdə belə bir şey var da. Saytlarda, indi bu TikToklarda, Instagramlarda hamısına pul verirlər, reklama buraxırlar axı özlərini. Onlar da qorxularından pis söz danışmaq istəmirəm. Onlar da qorxularından kişi var, yoxdur, onun adını çəkənmirlər. Çünki pul alırlar axı, hamısının roz çörəyi oradan gəlir. Hə. Bir də bir söz deyim buradan. Ay Tural Sədalı, bax səni çox istəyirəm. Həmişə sənin yanında olmuşam. Səni bu qədər insan içində reklam edirəm. Bu sənə böyük bir reklamdır beləsən. Amma sən yenə mənim mahnımı götürdün, satdın. O mahnını neçə ay bundan qabaq mənə satmışdın. Ay yox, il daha doğrusu. Oxumamışam. Əvvəl pulunu vermişəm də qardaş, heç oxumamışam mən o mahnını. Götürdün, satdın, prosto hər yerə deyirsən Rəqsanə mənim mamamdır. Ona görə mən sustum, heç nə demədim. Yoxsa başqa şeylər baş verəcəkdi, özün bilirsən. Ona görə səndən incimişəm, xəbərin olsun. Girdim mahnıya da baxdım, yazışmaya da baxdım. Sən bir mahnını yığışdırırlar da 15 nəfərə satmaq. Allah elini bilsin. Nə qədər olar bu? Bir mahnı bir adama satılar da. Həmişə də dava olur, söz-söhbət olur. Hə. Tıklayaq. Tıklayın. Nə qədər olduq, hə? 1700 nəfər. Amma tıklamırlar da. Ay Aysun, nə oldu? Və deyirdin ki, mənə görə gəlirlər. Aysun da bu arada uça bilmədi. Uça bilmədiyinə görə Aysun şeydə denən pendir versinlər oradan, bir dənə bir dürmək hazırlayayım, oradan aynadan ərimə verim yesin. Hə. Aysun da şey eləmədi, yazıq anası ölmüş, uça bilmirdi. Axırda Minsk'e gelib, Minsk'dən uçacaqdı. Səhər saat 7-də düşəcək Azərbaycana. Bu bayrama görə, ondan sonra sabahlarım 9 may qələbə bayramıdır. Ona görə şey eləmirlər. Azərbaycandan bir dənə qəşəng sac göndərim mənə. Sacım yoxdur. Görürsünüz, jaroniklə pişirirəm. Sacım yoxdur və inşallah bu aydan Bakıda olacağım Allahın köməkliyi və mahnılarım da gəlir. Kliplərim romanın başına daş düşsün ilə. Baş qatdı, ürəyə getdi, TikTokdan ötəri pul qazansın burada. Klipləri saxladı. İndi klipləri başqa adamla başlayır işləməyə. Və bir də bu arada deyim, Moskvada yaşayan yaxşı Azərbaycanlı həmvətənlərimizdən klip makerləri axtarırıq. Olsa bizə müraciət eləsinlər, bizim işlərimizdə kömək eləsinlər, klip makerləri axtarırıq və mənim ərim oradan getdənən ki, zəhmət olmasa, aynanı açdın, ona şey verirəm. Nədir adı? Dürmək verəcəm ona, dürmək. Kuzu dürməyi yesin.
Bu arada qəşəng bir iş axtarım olsa məni dəvət edə bilərsiniz. Belə restoran işi zadı. Yəni artıq Götürəydi bir dənə restoran. sənəti dəyişirəm. Yəni keçirəm bu şeylərə. Lazımdır. Bugünkü paltarım isə yenə də dediyim kimi Fazil Əmiraslanov. Kurtqalarım da, şalım da, hamısı da qəşəng şallar olsa şallar istəyirəm. Bir də mənim əzlərim nəyini pişirmək istəyirsiniz, nə görmək istəyirsiniz, deyin də mənə. Aha, nə gəldi qoy görək, bəh, canlı yayımdan özlərini imkan vermirlər. Yazırlar. Nə yazırlar qoy görək. Yıxsın da, kim yıx? Nə deyil? Qaşı? Türkiyədə yeni. Ha? Hə. O Bir də bir söz deyim, heç yadıma düşmür. O bir kuzu dürməyi eləyim, sən Allah. Deyək yemirəm. Görünməyəcək də. Onu göstərməyəcək, onu göstərən deyilük. Amma yeyirəm. Hansı otaqdadır? Zalda? Hə. O kuzu dürməyini xoşlayır mənim həyat yoldaşım. Bu arada Türkiyədən Hadi boy ver. gözəl bir Roman uca telefonu başlayıb zələ. Məndən sonra boy ver, deyəsən boy bunlar ver. Roma. Hadi boy. Məndən sonra başlayır Roma. Komandamıza bir nəfər adam da əlavə olunubdur. Onu da göstərin zəhmət olmasa xahiş edirəm. Mütləq şəkildə salamlar. Salam. Elçin, artıq neçə gündür yanımızdasan? 6 saat. Yoldan tapmışıq. İlahəni də göstərin. İlahə xanım alça yeməkdən elə bir ki hamilədir. Bəsdir da, nə olur? Kilosunu bilsən neçə almışıq onu? Allah evin itirsin. Xarta o yana olmaz. Elə üst dola qoymuşuq gərək yiyəsən. Bəsdir də, görməmişsin ya salıbsan. Kim bilir deyən elə bilirsən elə şey. Bəh. Fazil müəllimə getmirdi bu. Gözək ərin gözlüyü bax. Ən fazillərini göstərməyək. Alo! Səsi gəlir bura. Zakıl? Niyə tutqun? Canlı yer göstər orada. Ha. Gəl mənim həyat yoldaşına göstərin də paxıllıqdır. Kuzu dürməyi. Bura gəl Roma. Bura gəl. İdi suda. Elçin. Elçin gəl. Sən demədi ilahənin yanına qal. Bu nə adı qədi? Çok kadar. Vaxt var idi. Niyə tu? Vaxt vardı kuzu dürməni Fazil mən düzəldirdi. İndi mən onu düzəltib verdim. Həqiqətən dişdə görmə tədadı yivdən iyi. Sağ ol, вкусно, очень вкусно, но мало. Gel bala, şu düz, gel Hə, buraya. sağ ol həyatım, çox sağ ol. Paltarlarını da reklam edib bu arada. Ulan patladı. Yüzümden daha patladı. Ay, gördünüz? Yani iki daşlar arasında sattı. İki daşlar arasında sattı. He. Bu arada mən heç bunu özümünkilərə də deməmişəm. Zarafat uşaqlar, bir yenilik var, qoy sizə deyib biləsiniz. Türkiyədən mənə, özüm bu serialı izləyirəm, ha. Mənə bir serial təklifi gəlib. Həqiqi sözümdür ki, yəni mən seriala çəkmək istəyirlər. İndi biləm orada məni hansı rola çəkəcəklər, onu bilmirəm. Ay qızal o çaydan su samavardan içim. Mənə bir serial təklifi gəlib, ancaq mən öz sənətimi düşünürəm ki, daha çox sevirəm oxumağı. Ona görə dedim net. Net demiş, net mahnımız gəlir, net. Roma xəbərin yoxdur, yox. Net mahnımız gəlir. Gördüm mən hamısı sos, mos, plov, yəni oxuyurlar. Mən də bir mahnı yazdım, hoppan. Bir dənə də yazmışam net. Net, yaxşı temadır, tövbe götürəcəklər, bu dəqiqə oxuyacaqlar. Yox, bizimki yazılıb hazır, net. Oxuyacaq net mahnısı, Koydu onu, bir dənə normal tutdu onu. Hə. Mən qəbul etmədim ona görə ki, mənim öz sənətim var, öz sənətimi sevirəm. Məni izləyənlər tıklayın. Ona görə tıklayın ki, mənə kimi adama pul tıklamaq lazımdır. Yəni, mənim TikTok'uma pul eləmək lazımdır. Niyə? Çünki mən xeyirxalq bir qızam. Mən istəyirəm ki, hamının yanında olam, hamıya kömək eləyəm. Yanımda bir yığın yetim yesir var, doludur. Bax, bu tərəfə çölsəniz dəli olarsınız. Doludular. Hə.
Bu yavaş bu olmaz. Və bu yaxınlarda bir temaya baxdım mən açığı. Keçən o tərəfə qoy mən qutabımı eləyim, siz də baxın. Bu yaxınlarda bir dənə tema oldu. Vasif Məhərrəmli ilə Tacir Şahmalıoğlu. Mən bir söz deyim. Vasif mənim dostumdur, xətrini dinar qədər istəyirəm. Ailəmizin adamıdır. Tacir Şahmalıoğlu da sənətkardır. Yəni o da mənim dostumdur. Mənim də ailəyə dostluğumuz var onlarla. Taciri mən çox istəyirəm. Yəni Tacirin çox böyük sənəti var. Amma efirdə qızışdırdığınız aləmi qatdınız bir-birinə niyə? Əvvəla birinci, orada söhbət nədən gedirdi? Orada söhbət gedirdi şeydən. Orada şey demişdi ki, Vasif demişdi ki, Tacirin böyük sənəti var. Bəli, böyük sənəti var, sənətkardır, mən Tacir. Amma böyük sənətkar olsa belə, Tacir öz yerində deyil. Yəni, onun o boyda sənətinin qabağında, öz aramızdır da, onun Tacir Şahmalıoğlu'nun o oxuduğu bütün toylarda Bayat Şiraz da səhv eləmirəmsə. Bayat Şiraz deyəsən, Bayat Şirazı. Tacir Şahmalıoğlu onunla peşat qoyub. Amma Şahmalıoğlu onu harada oxudu? Onu təqdim elədilərmi, çıxartdılarmı? Bu günlərim adı alıbdırmı? Uşağın hamısının adı var, Tacir Şahmalıoğlu'nun yoxsa olmalıdır. Nəinki onun hamımızın olmalıdır, hamımızın. Mən düz deyirəm, bizim hamımızın adımız olmalıdır. İnşallah dövlətimizə qurban olun, dövlətimiz bunu nəzərə alacaq. Və sözsüz ki, bizi... Amma mən istəyərəm, mən istəmirəm, amma şeyə... bir göməyə verirdilər, götürmürəm mən. Mən istəyərəm ki, çox... Həqiqətən də Tacirə mütləq şəkildə ad versin. Tacir böyük sənətkardır. Mən Vasif Məhərrəmli də ona pis demədi ki, yəni ki, qardaş, indi efirdə deməsə də biz uşaq deyil, biz başa düşürük, ay qardaş, yəni demək istəyirik ki, səni o adı vermədilər. Sən o adın var, amma laf yüksəklərdə olmalısan. Bu günləri bəli, o bəzi açılışlarda, alınmış torpaqlarımızda, vallahi bundan dövlətin xəbəri yoxdur. Bunu aşağıdakılar eləyirlər özləri, öz adamlarını salırlar. Amma mən düşünürəm ki, Tacir Şahmalıoğlu ad almalıdır. Çoxsa əməkdar artist adına layiq görülməlidir. Mən Taciri çox istəyirəm, böyük sənəti var. Çox. Hə. Hamınızı sevirəm, hamınızı çox istəyirəm. Ad olmayanlarım. Bu yaxınlar 2 gün bundan qabaq da xatirəni ölməsin, yanmasın xatirəni. Xatirənin baxdım efirinə, ağladım. Düzü iradə ilə xatirə efirdədirlər. Çox sevindim. Çünki biz hamımız bir başlamışıq. Ola bilər, onlar başqa janrda oxuyurlar, mən başqa janrda oxuyuram. Amma Maşın Şovda xatirə ilə biz ad qoymuşuq. Xatirə mənim yanımda çox böyük dəstək olub Maşın Şovda. Qəşəng günlərimiz olubdur. İradəni də çox istəyirəm. Deməli, bir dəfə mən İradə İbrahimova ilə danışmırdım açığı. Bir neçə il bundan qabaq. Bizim də yadımıza, mənim də yazıma gəlir. Şey ad nədir? VNTV Kompini var idi. Niyə onlar, Vadim Valerik qardaşları, onlar indi niyə yoxdular, mən bilmirəm. O uşaqlar dostluğum var ya, amma niyə keçsinlər o tədbiri? Karoçiyi biz getdik onların tədbirinə. Az gör, az gör. Əllərim qızıl deyil, qızıl. Getdik onların tədbirinə. Onların tədbirində oynayırdıq ortada. İradə, mən. Hamımız oynayırdıq onların tədbirində. Əlimdə bıçaq var, o yana tut, kəsmə. Onların tədbirində oynayırdıq. Bir də gördük nə olsa yaxşıdır. Mənim kablok ayaqqabım getdi, girdi İradə İbrahimovanın getdi, girdi düz ayağının üstünə. Girdi ora dartıb belə çıxartdılar mənim ayaqqabımı. Ay Allah. Elə pis oldum dedim ay Allah. Onunla da barışıq bərpa oldu. Çünki İradəni çox istəyirəm. Nigar İbrahimova da mənim bilirsiniz. İllərdir mənim dostumdur. Tərpənənmirəm. Bazı qədər xətrini çox istəyirəm. Nigarla çox yaxınam. Yəni dərdim sözün biri olan adam. Nigar mənim uşağı ora qoydum, yadımdan çıxmaz. Hə. Görün. Yox hələ. Yox hələ pişsin. Pişsin. İlahə gəl. İlahə gəl. Gəl. İlahə gəl. Gəl. İlahə gəl bir dənə çay içim. Mən onun yanında durum, altını yandırdım qoy görək. Hə. Manatın adı gündən gedəmədim. Çox pis buna bax hələ. Bu nədir ha? Bu niyə bunu belə qoyursun? Bu ya Allah sən saxla. Vay. Yo eləmin. Şeylə eləyir. Burada var da şey. Dayan. Götürüm samavarın ağzına qoy. Vay.
Doldurub sonra, aha, bunun boynunu yerə soxum elə. Soxum bunun boynunu yerə. Ay, belə şey qalıyırlar, ay, sinən yansın sənin. Heç səni gəlmirəsən, ha. Hə. Yıllardan. Hərdən sual verirsiniz mənə. Fadil müəllimlə mənim tanışdığım. Fadil müəllimlə mənim tanışdığım bir dənə toya gəlmişdim mən. Demə, həmin vaxtda Fadil müəllim boşanma söhbəti gedirmiş arvadınla, Ruslanla. Ruslar bizim kişiləri yiyib, o da parçalayırlar. Amma gənə qurban olasan öz millətimizə. Ay qız, içinə bundan xahiş edirlər. Hə, karoçu, Fadil müəllimlə tanışdığımız bir toyda mənə zəng elədi bir dostum var Azərbaycanda. Elçin. Zəng vurdu mənə dedi ki, bəs belə-belə, ay Rəqsanə, səni toya istəyirlər Moskvaya. Mən də qayıtdım dedim ki, mən Moskvaya toya gedirəm. $5000. Mən sizə danışıram da 20 ilə yaxın olacaq bir də. Bərabadıq. Dedi ki, bəs yaxşı, hə gedirsən, əla, bəs de görüm orada toyda antamızda kimdir? Mən sorğu sual verdim. Oyan, qiyməti bir tər $5000 elədim. biri. Qoyaqım biraz qızsın ya burada. Nənəm demiş, ayalım nə qəşəkdir bura. Hə. Getdik toya. Gəldim toya, toyda elə oynayıb oxuyurdum. Bir də gördüm bir oğlan mənə yaxınlaşdı. Dedi ki, ay xanım, olar aşağı düşəsiz. Dedim, nəyə görə? Dedi, gəlin ortada oynayın da. Dedim, mən kişilərin stoluna getmirəm. Dedi, xanım, kişilərin demirəm, yəni cəmaatın içində oynayın. Düşdüm aşağıda oynadım, bu mənim əlimə 5. Deməli, 5000 rubulla. 5 dənə bura, 5 dənə bura əllərimi pulla doldurdu. Bu indi görməmişlər var ya, belə cəmaatın gözünə soxurlar ya, o formada. Hə. Karoçu pulu verdi mənim əlimə, türkün məsəli. Ay, bu pulu verən kimi o birisi bütün kuruq biznesmenlər durdular, partalar, pulu yığışdıra bilmirəm. Yanımda bir qız vardı, işçi səbinə. Mən verirəm, o pul aparır, mən verirəm, o pul aparır. Onda belə Instagram, TikTok satı yox idi da. Hə. Karoçu pulu götürdü, apardı, canım sancaca desin. Sonradandan dedilər ki, Səbinə gəldi ki, bəs sizi Akstafaya toya istəyirlər. Nə qədər pul deyim? Dedim, Akstafaya muzikatlarla falan getmək, haradasa $15000. Onda Fadil mənim qardaşı oğlunun toyudur. Gəlib deyər 15.000, qardaşı rəhmətliyə deyər ki, bəs belə 15.000 olur, gəlir qardaşına deyər, bunların başları xarab olur da, $15000 nədir? Bizim toyumuza gələcək fədayalaşın, bizim toyumuza gələcək nə bilim kim. Hə, uca biz danışmışıq, o da deyir, ay sən istəyirsən mi bu qız sənin toyunda oxusun, oğlunun toyunda? Deyib istəyirəm, deyib o da sənlik deyil, mən gətirərəm. Sonra Fadil mənim bizi dəvət elədi. Getdik toya, həqiqətən də o pulu bizə verdi. Bir dənə gözəl bir mənə paltar aldı. Ondan sonra aşk məşq başladı və artıq mən dedim, ay Fadil mənim, qadan qalım. Mənim 2 dənə, ona da Aysundan ya, mənim 2 dənə qızım var. Mən ərə getsəm, mən tolka ailə quracam. Yəni mən salam sağ olayın adamlardan deyiləm də. Mən olsa toya gedirəm, pulumu qazanıram, ağlı başında adamım. Mən sadəcə istəyərəm ki, ailə qurum, qızların arxasında bir ata olsun. O da qayıtdı ki, elə mən də istəyirəm ki, arvadımla boşanmışam. Mən də istəyirəm ki, arvad alım. Dedim, yaxşı, getdim. Всё, evləndi. Sonra da bax belə Allah qismət elədi, gəldi mənim balalarım oldu, uşaqlarım dünyaya gəldi. Tak ki, Allah hamını xoşbəxt eləsin. Amma bəzən hamı, hər şey həyatda göründüyü kimi deyil də, yəni nə mənada, hamı elə bilir ki, nə bilim, adam, sən xoşbəxtlik evlatlar deməkdir, xoşbəxtlik nə bilim, ailə deməkdir. Bir sözlə həyatımı qurdum, oldum evli qadın, yəni. Bugünə qədər də həqiqi mən evli qadınam, o bəzilərindən deyiləm də, yəni bəziləri başqasının kişini gətirirlər, olur onunki 5 gün, 3 gün sonra gedir, mən yox, mən həqiqətən də evli qadınam bu arada. Və bu da yapışıqdır. Dəqiqə görək, bəh, göyərtin iyisinə bax, Ay qız! Ay gözəl! Hamı yazır. Sağ əli biz. Bəli. Yağ. Bəli, göl çəkilmək istəmir Afiriska. Yağ ver, yağ! Kutaba yağ ver. Ne yazır hamısı? Ne oldu, dililal oldu? Hə. Bəs yaxşı, nə yazırlar? Bir cəmatı yazılan oxu görə nə yazır da? Tərifləyir amma. Prosta tıklamırdı heç kim. Heç nə yoxdur. Tıklasaydılar oxuyardım belə.
Tıkla tıkla tıkla. Tıkla tıkla tıkla. Nağaram indi burada hamımız birbirimizi döyəyə öldürək tıklayasını. Tıklasınlar da. Yəni tıklamaq olur. 2500 nəfər baxır amma tıklamırlar. Maşallah olsun. İndi nağaram tıklamırlar da ay şey. Neyək? Əsas odur biz izləyirlərmi? Bizə baxırlarmı? Əsas odur. Qoy görək bu pişəcəkmi? Bilmirəm bunun altı hündürdür, yasa nədir? Yaxşı xoşuma gəlmir, yaxşı pişmir. Altı zəif deyiləmi? Profesor deyil altı zəif. Qoy görüm altını yandırıram. Dən görüm. Nə pişirməyimi istəyirlər ay Roma? Camaat nə yazır? Camaat yazır bir vəfa oxuyun. Bir vəfa. Bir vəfa. Atmısan odlara, elə yandırmısan, sevmərəm. Azərbaycana gəlirəm. Ən birinci kimin proqramında məni görmək istəyirsiniz? Ən çox kimin proqramının adı yazılsa, birinci 10 proqramdan çıxacağım. 1. İkinci, hansı rayonda konsert verməyimi istəyirsiniz? Bu 1. Üçüncü, konsertdə nə geyinim? Açıq geyinim, yoxsa bağlı geyinim? Dördüncü, suallarım gəlir. Hansı suallara çox cavab toplanırsa, rəqsanədən hədiyyə gələcək ona. Mənim istədiyim kimi. Buradan üzümü tuturam bəstəkarlara. Mənim əzlilərim. Yaxşı mahnı gözləyirəm. Yaxşı mahnı. Bax belə mahnı. Mahnı, tıkla mahnı. Bax belə bir şeylər. Mahnı, qəşəng mahnılar istəyirəm. Mahnı gəlsin. Gözləyirəm sizdən. Xahiş edirəm, qəşəng mahnı olsun. Mənə qəşəng mahnı yazın. Nə deyirlər? Qutabımı pisdeyirlər. Görən nə deyirlər? Görən bir oxuyaq. Oxu görək. Bir tıklasınlar ki oxuyaq da. Dinağaraq tıklamırlar oxumayasın. Yox. Niyə? Tərkidlər, masallı, Şəmkirdə. Masallı da bizimdir, darayram, Şəmkirdə bizimdir, darayram, Görən boy da bizimdir, Borçalı da bizimdir, Azərbaycan bizimdir. Bu dəqiqədə bu günlərim Manaf Ağayevin adı gündür. Bütün de show videosu orada partladır, çatladır, hamısı oxuyurlar, oynayırlar. Hayf nə pis oldu, gedə bilmədim. Çox pis oldu. Heyf. Qəşəng paltarda da almışdım. Qismət olmadı. Qurtdular, paxıllar. Allah bunların evini yıxsın, bağladılar yolu. Uşağım da geyib çatanmadı. Cəhənnəm olsun. Sən də semişqa yağımdan doldurdun bura. Bu da yanmır. Nə qədər ağımdır? Mən yandırmadım ki bugün. Mesela dedim yandır da sineği yansın. Yandırmadı. Oy. Oy. Stilist hədiyyə göndərib. Stilist vizajist. Adınızı görmürük xanım. Çox sağ olun. Çok sağ olun. Teşekkür edirik. Çok sağ olun. Çok sağ olun. Çok sağ olun. Kızıştılar bak. Tıklayın. Tıklayın. Hə, klipmaker axtarıq Moskvada. Azərbaycanlı klipmakerlərdən. Yazın bizə. 5 dənə mahnımız var, klip çəkməliyik. Bizə yaxşı klipmakerlər lazımdır. Stilistlər axtarıq Moskva şəhərində. Azərbaycandan da olar, geyimlər hazırlasınlar, bizə göndərsinlər, onlar reklam eləyək. Ancaq bizim istədiyimiz geyimlər. Yaxşı bujuteriyalar istəyirik. Düzəldilsin bizim adımıza. Belə böyük, qəşəng, heç kəsdə olmayan geyimlər kliplərə istəyirəm. Çox adamlar yazır, amma onların geyimlərinə baxıram, belə də xoşuma gəlmir. Amma yaxşı, bacaran. Mən deyim, bunu mənə yarat ver. Bax, elə adamlar istəyirəm. Makyaj ustaları çox yadır, saç ustaları çox yadır. Təbii ki, qəşəng qaynaq ustası istəyirəm. Bu arada saçım çox tökülüb mənim. Qaynaqlarımı çıxartmışam, demək olar ki, keçəl. Başım keçəldir. İstəyirəm başımı yayda keçəl qırxam. Bu dənə sual verim, tapa bilərsiniz. Deyim, tapın. Show businessdə hansı müğənni keçəldi parik taxır? Onu tapana iPhone 16 verəcəm. Görüb düz yazırsınız. Vallahi deyirəm. Bax, show businessdə hamınızın sevimlisi, ay nə bilim belə, ay nə bilim elə bir müğənni var, başı keçəldir. Həmişə başı keçəl olur, amma parik taxır. Kimdir o? Tapın. Onu tapana nə istəsəniz verəcəm. Gözləyirəm sizi. Tapın. Yazırlar. Yazırlar. Kimi yazırlar? Flora. Yox. Afət. Yox. Aygün. Deyəmirsiniz. Tapın. Ən çox kimin adı yazılsa, значит, odur. Flora xalq artistidir. Flora xanım mən sevirəm. Yox, Flora deyil. Yox, deyil. Kəmalə. O kimdə? Nə bilim. Ay, yox, səndə. Hə. Tapın.
Bunu beləcə eləyirlər. Hər şeyi də götürdülər, apardılar. Topal olsunlar bunlar. Hər şeyi. Bugünkü reklamımızı deyə yoxsa yox? Deyilən də. Ne diyeyim sen? Bakın. Yağımızı. Biz evvel firmalarla işləmirik yani. Bakın təzə. Bugün yine bize ne yazılıb qoyuyorum üstüne? Kremlevskoye. Kremlevskoye. He? Düz dedim hiç adını. Kremlevskoye yani bizim yağımız. Artık yağların reklamına başlamışıq. O birisi yağı gösterdim. Olivio. Neydi onun adı? Alona'ydı, Alivi'ydi. Bu da bu. Ve reklamlar. Reklamlar. Maşallah. Böyle firmaların yağları da öyle ha. Bu yaxşıdır. Yaxşı firmaların yağlarıdır. Yani biləsiniz gəlir. Gəlsin, gəlsin. Gelin görün. Ay bunları topal kalsın. Ay bunları topal kalsın. Ananız kanlı köynəğinizi yalasın ha. Bıçaq da elimi çekme. Bir tane kaşık koymadı burada. Hamısını yığdı apardı. Topal kalmış. Hamısını. Pişir az, pişir az, pişir. Heh. Aman Allah'ım, aman 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 aman. Ay Allah'ım. Baldı, bal. Ne güzeldi az, ne güzeldi az, ne güzeldi az. Bunu belə yemək lazımdır. Görün də pişirib, buna bax üstü gəl. Nasıl biri? Tadı var. Bal. Yaxşı, bu kitabı neçəyə verək? Qoy mənim tamaşaçılarım desinlər. Ya. Mən deyim. Hə. $100 verdim getdi. Verdim getdi. Kutabı verdim getdi. Zarafatı röy oxuyanda verdim getdi. Mən sonra başqa şey başa düşdüm. Sonradan görmüş o az mahnıdır, qəşəng mahnıdır. Verdim getdi. Mən ona ürəyimi verdim getdi. Mən ona kutabımı verdim getdim. $100'dan verdim getdi. Ölməyəsən sən ayrı öyə. Mahnıların qəşəngdir. Sən ölməyəsən. Sən çox deyik hamımız. Yolun açıq olsun, bəxtin açıq olsun. İnşallah. Bu quşqan Hüseyin oğlumun. Hüseyin'e Gürcistan'da Söyün deyirlər. Hüseyin'in toyunu görəsən, Allah qoysan. Uşaqlar tıklayın. Tıklayın, 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 tıklayın. Niyet. Mahnım gəlir, niyet. Hə, partladacaq ey mahnı yayda. Partladacaq. Elçin yazım onu, təzə bəstəkarım. 6 saatdir yalnızlar. Tanış olur, təzə bəstəkardır. Elçin yazıbdır. Şeydən gəlibdir, Nimbotdan. Təzə yazıb, Rus dilindən. Niyet, yarısı Azərbaycanlı, yarısı Rus. Görək yanacaq. Bu qızın əlləri qızıldı da. Fəh, qədimini bilən yoxdur. Az sağ olas, sağ olas. Qoy pişdim. Yoxumdur da şeyim. Nədadır? Nasıl samavar başına dəyməsin. Buz. Külü doldurdu onun içine, o ayrı meşeyi. Ayrı meşeyi. Külü doldurdu içine, çıktı gitti. Sinəsi yanmış. Külü doldurdu, çıktı gitti içine. Uşaqlar tıklayın, 2000 nəfər. Tıklayın, tıklayın, tıklayın. Aysun bir yerden uçacaqdı. Görüm anası ölmüş, samalyota mindi mi? Doğru ki təbrik eləmişəm. Show business deyəndə biz nədir? Bunlar show business herkes show business'dir ki. Hər əlində mikrofonla oxuyan olan kimi hər əlində mikrofonla show business'də çox az adamlar var. Ay bala, onlara hansı ki demək olar ki, bəli, onlar show business'dilər. Sən Allah. Show business. Elə günə qoyublar ki, show business qalıbdı ki, vallah bizim vaxtımızda elə qəşəng idi ki, hardan çıxdı bu şey, nədadır, sən deyilən. Bu TikTok, bu Instagram, görməmiş kimi töküldülər, bütün sənətimizi zay elədilər, qoydular ora.
Hamı özünü xalq artisi hesab eləyir. Sən Allah, biabırçı gündəyik. Əlində mikrofon tutulsa hamısı deyir oxuyanam. Nə olsun şeydə, bütün hər yerdə o qədər oxuyanlar var ki. Amma ayıbdır. Valla. Ayıb. Az yaxşı ayardı, başa düşdü də öldürübdür. Yazıqdır. Adımı çək. Salam ay Leyla, sənin də yadın yeni düşmüşəm deyəsən, canlı yayımdayam. İndi göstərim kartının kodlarını burada. Az yazanların səsləndirsin də sual verirlər. Nə qəşək görsənirsən ay bacı, göy kitabı. Sağ ol ay Səma, sağ ol, sən ölməyəsən. Tıklasınlar ki deyədi. Tıklasınlar, tıklamırlar axı. Tıklamırlar, 2000 nəfər baxır, heç kim tıklamır. Tıklamır deyir, tıklamır. Ay toba bunu yiyəcəklərsə, bunları qarayara yesinlər. Qəşəndir. Bunları yiyəcək. Bunları qarayara yeməsin, yazıqdır. Kim yazır? İntizar xalanı burada maç eləyir. İntizar xala, sağ olun, nətərsiz, nə var, nə yox? Ay, mənim belə nətər deyir. İntizar xalana bir dənə şeydir məni kimi. Hamıya kömək elə, hamının yanında ol. Deyir, özü bəzər, hamını bəzər, özü lüt gəzər. Toşnu. Öpürəm onu oradan. Salam söyləyin məndən ona. Salam söyləyin. İnşallah iyun ayında Şəmkirə gəlirəm. Şəmkirə gəl, Şəmkirə gəl, Şəmkirə. Dağın, daşın, təpəsinin orada. Ta eləmə, xahiş edir, lazım deyil. Sağ ol, Allah köməyin olsun. Xəmirdən də qalır. Moderator Ruslan. Yoxdur, indi gəlir. Soruşaq burada mı? Ruslan, buradasan? Sən deyibsən Ruslana? Hala, bunlar afristirlər. Bunlar iş qurublar ki, TikTok'un başında burada dansınlar o da. O da alındıra bilmirlər. Yəni, alınmır. Buradadır. Buradadır Ruslan, buradasan. Ay Ruslan, bir şey çıxır havalar. Benim gözüm, tüyündirimizi alıp da apardılar, eləmi bunlar? Tüyündirin de hamısını vurdular. Lavaşım çok qəşəng idi, zarafatsızdı, əla lavaş idi. Dadı var. Güzel. Əladır. Var dadı. Bak sırlı. 2000 nəfər baxır. 600.000 like-dır. Milyona çatdırsaq necə olar sizcə? Ne olacaq? Pul gələcək? Bilmirəm. Ay Arzu, şir vur, şir. O pişir. Ruhi bacımdan buradan şey istəyirəm. Gələn dəfə mənim canlı yayımıma ad nə deyirsən adam? Deyirəm bir komplektə qazan. Belə qəşəng. Bu mənim ocağıma uyğun qazan. Bu arada bu kuxnadan gedirəm. Burada çox gözəl günlərim keçdi həqiqi. Məkanı dəyişirik. Kuxnamı dəyişirəm, gedirəm. Son vaxtlar bir yerdə çox qala bilmirəm. Bilmirəm niyə. Həqiqi gedirəm buradan. Gedirəm bu şəhərdən. Mən gedirəm, elə olma, sən özünə günahla. Mənim nə vecmədir. Gedirəm Azərbaycana, oturacam Niyalit restoranında. Buradan ona bir reklam. Yaşar dayı deyib, gəl orada restoran yarısından bir kənd yerini sənə verirəm, orada pişir, düşür, yiy, çək. Nə istəyirsən elə. Gedirəm, bu yaya ancaq Bakıda çəkəcəm. Mən buradan gedirəm, həqiqi gedirəm. Bilmirəm, bir dəfəlik gedirəm, yoxsa yox, mayın 25-də ad günümdür. Ad günüm günü istəmirəm, heç kim məni təbrik eləsin. Mən sevmirəm ad gün eləməyi. Əkizlər bürcəyəm, 46 yaşım olur. 46, 47, 48, 40, ay Allah, 4 ildən sonra 50 yaşım olur, qocalıram. 50 yaşal demək də öyle. Mən o afristlər kimi yaşlarımdan anlardan deyiləm. 50 yaşım olur, qocalıram. Qocalırsan ceyranım, ceyranım, ey. Ay duman gel, geday balam, bu dağlardan, ey. Dağlar təzə bar elə.
eləsin, aman aman. Mən əslində muğam oxuyan deyiləm. Bəzilər kimi ölüb yavr eləməyim, amma musiqini sevirəm də. Musiqi mənim həyatımdır. Onu yığışdır, süpürürlər. Dağıtın aləmin qasını bir-birinə göstərilərdir uşaqlar. Ona görə afriskalıq eləyir bu afris. Afriskalıq eləyir bu afris. Ay qız, bu samavar qaynamadı. Çay qaynamayıb, qarnımın ağrısından ölürəm. Bu çay, belə deyəm də bunu içdim. Mənə bir dənə qaynar çay verin oradan, töyüb ölürəm. Başına dəysin elədiyin çay, dəysin başına. Ay ilahə. Ya hələ kömrü soxdu bunun içine, obrisi gəldi. Koyla tez bunu əlliyim gedim, əllərin qırılsın elə sənin. Gətirib bütün hər şeyi doldurdu, bütün samavarı hayf elədi, suyu hayf elədi, topalı qalmış. Topalı qalmış. Hə. Ne yazdılar? Oxu da sualları. Tıklayın, tıklayın, tıklayın. Ruhi bacımdan şir istəyirəm. Rüyadan şir istəyirəm. Hamıdan şir istəyirəm. Hərəniz bir şir vurun da, paxılsınız. Niye vurmursunuz? Yazdılar, nə gözəl xanım sizə Rəqsanə. Ne güzel hanımdır. O benim canımdır. Sonra ne yazırlar? Oku göre ne yazırlar? Suallar Al versinlər. gel çay düzelt de. Ne bürüşüm oradan gülürsen. Doldurdun yanların içine şeyi keçti samavar. Başına değsin sen samavarın. Değsin başına. Salam. Aleyküm salam. Müğənnilər tökülüşəcək indi. Soruşu da keçər kimi idi? Hansı keçər? Siz deyirdiniz bu ya. Sen de gönlünüysen sen canım. Canlı yayımdayım ha. Seni yanasan. Ne deyirlər mənə? Ne deyirlər? Krasavitsan aşağı. Kimə? Çok sağ ol. Ben hiç özümü güzel saymırdım. Deməli ben güzelim. Yalanla bir yığın odunun içine şeyi sos doldurdu ora. Deyirlər çörək Az səni yandı. göstərmirlər. Sən heç kəsə lazım bilirsən. Bəsdir. Az gələndə əynindəki paltarı gətir alacam əlindən. O iş səni qanına bələn. Bu da Səmadır. Ölür mənim geyimlərimdən ötəri. Ürəyə gedir, ürəyi. Bu arada mən bir söz deyim. Eşitdim ki, Mənzurə plastik xirurq Polkovu yandır o şey, çay Polkovu məhkəməyə verir. Bax, mən heç vaxt deməmişəm, deyim. Mənim göz əməliyyatlarımı Polkov eləyib. Baxın. Mən deyirəmişəm, düzdür, obrislər hamısı bir-birini oxşurlar. Birinin qulağı yeşə, birinin burnu balaca, hamısı bir-birini oxşurlar. Dağıtma da, topal apar. Ölərdi yeməsəydi. Gözün çıxsın. Hə, karoçi. Çəkək bək onu. Onu daldan çəkin, daldan. Daldan. Bu yaxınlarda Aysun'la Döyü Sofran oğlan deyir ki, deyir bir yere toya gedirdik. Toya gedəndə samalyotdan bir nəfər adam düşdü. Bu arada oxuyan müğənnilərdən, təzə bu özdə ulduz sayanlardan. Deyir yanında bir oxuyana qayıtdı, bir köməkçi olana qayıtdı belədir. Mən ancaq dalımdan tanımışam. Ona deyim mən daldan çəksin. Allah'ın dostu. Deyir ki deyim mən daldan çəksin. Sonra da bizim muzikantlarım, mənim muzikantlarım var. Axırıncı toyda oturmuşuq. Deyir ki Rəqsanə xanım yanında köməkçi gətirir. Köməkçi prosta iPad'ın yanındadır, görmür. Bunun əlinə çox pul verirlər. Çəkən yoxdur, axı köməkçi də oradadır. Deyir mənə qayıt, deyir mən də boş olmuyorum, fonogram oxudu. Deyir mənə qayıt, qadağım çək. Pulları çəkdi, yəni pullar düşündüm, görməmişdim. Nədəsə danışırdım. Hə, mən sonradan danışırdım. Mən düzdür, məsələn, bizim şoubizdə çox müğənnilərin üzünü plastik cərrah Elçin əməliyyat edilibdir. Demək olar ki, çoxunun. Elə aparıcılarımız da var burada, müğənnilərimiz də var burada. İndi gizlədirlər, demirlər, çoxu əməliyyat eləməmiş. Elə də anadan dədədən gəlmə belədir, elə deyil. Hamı əməliyyat edibdir. Mən isə əməliyyat elədim, hardasa bir il bundan qabaq. Fevral ayında əməliyyat elədim. Yox, əstəğfurullah, yanvar ayında elədim əməliyyat. Bir ilim tamam oldu artıq bu illərin. Bir ilim tamam oldu. Niş il eləmişim daha doğru. Polkov eləyib mənim əməliyyatımı. Mənim baxın, bax gözlərimin əməliyyatını Polkov eləyibdir. Yəni burada yəqin ki rənglənmə zat qoymamısan Kədər? Yox, təmizdir. Təmizdir? Hə, ay sağ ol. Gözümün əməliyyatını Polkov eləyib. Üzümü mənim nə qədər elədim əməliyyat eləyib. Makiyajı şey eləyib, adına da onun. İlahə başına danışmış. Hə. Üzümü eləmədi əməliyyat. Mən əslində üzümü də istəyirdim. Dedi ki, yox Rəqsanə xanım, sizin hələ üzünüz tezdir. Amma mənim bu gözümün dartmasını o eləyibdi. Yəni o elədi. Çox qəşəngdə əməliyyat elədi. Mən bilmirəm Mənzurə Polkovdan niyə şikayətlənir.
Amma Polokov həqiqətən də mənim üzümün. Bir dənə mənim narazılığım nədir? Açığı deyim. Mən piylərimi çıxartdırdım. Çox kökəlmişdim. Çox piy çıxartdırdım. Piy çıxartdırandan sonra məndə şişmə əmələ gəldi. Başladım şişməyə, çox kökəlməyə başladım. Mən də kökələndə sırazı şeyə düşürəm. Nə deyirlər ya ona? Depressiya düşürəm. Ona görə şey elədim, nədadır? Sonra gəldim və diyetaya başladım. İndi bax beləyəm uşaqlar. Amma hiss eləyirəm ki, mən artıq mən hiss eləyirəm ki, bir həftədə yeməyə başlamışam. Çörək çox yeyirəm, şirişi çox yeyirəm. Sabahdan etibarən yeməyi azaldıram, yeməyəcəm. Bu arada istəyirəm Xumar Qədimovadan bir-iki kəlmə danışım. Xumar Qədimova əməliyyat eləməyib də, görürsünüz. Onun əməliyyatı olur, Şarmın adında o vəxşi. Son vaxtda qəşəng bir mahnı çıxartdı, onun da mahnısını çox sevirəm, mahnılarını sevirəm. Bu arada Xumar Qədimova mahnılarından bəlkə müraciət elədim, oxudum. Düşünürəm ki, icazə verər. O bizi çox istəyir, mən də onu çox istəyirəm. Oğlundan ötərdəki ölürəm, çox istəyirəm oğlunu. Çox tərbiyəli, mərfətli, qabiliyyətli uşaqdır. Mənim qızım Aysundan bir yerdə oxuyurlar onlar, bir-birlərini tanıyırlar. Və demək istəyirəm ki, mən Polukovdan çox razıyam. Mənim əməliyyatımı Polukov eləyibdir. Özdə mən heç bir pul zat da verməmişəm, nə də reklam da eləməmişəm, açığı deyim də, yəni. Hələ də ondan sonra gedib onlarla görüşməmişəm, bu yay mütləq edəcəm. Amma indi mən istəyirəm ki, açığı deyim, nə əməliyyat istəyirəm. Deyir, təzə əməliyyat çıxıb Finka. Belə. Finka nətər geyinlər, həqqi sözümdür. Görmüşsünüz də, show biznesdə 60 yaşında müğənni var ki, çıxır səhnəyə, nə qolu sallanır, nə qışa sallanır. Deyim, ona deyirlər Finka əməliyyatı. O əməliyyatdan sonra taxırlar da, onları şey olur. Nəyə çaxırlar? Dərini Finka kimi dartıb yığırlar, xəstə. Əməliyyatın adı Finkadır. Mən də istəyirəm Finka əməliyyatı eləyəm, çox arıqlamışam. Qollarıma mənim ehtiyac yoxdur, amma ayaqlarımda Finka əməliyyatı istəyirəm. Bir də, bax, buramı istəyirəm əməliyyat elətdirim, mənim əzlərim. Buramı əməliyyat eləmək istəyirəm. Bir də bax, bunu götürmək istəyirəm. Şu qocalıq bilinir axı, 46 yaş az demək deyil. Bunu, baba, buradan belə istəyirəm, bunu belə əməliyyat eləyəm. Yaxşı həkim axtarıram, axtarışdayam. Və məni kim qəşəng, belə yaxşı bir həkim çıxsa, əməliyyat eləsə, birbaşa mənim əməliyyatım canlıda getməlidir TikTokda. Rom orada olacaq, canlıda gedəcək və mənim əməliyyatımı ona etibar eləyəcəm. O da o həkimi axtarıram. Moskvada var, amma bizim düşmənlərimizdəndir. Bilirsiniz də, düşmənlərimizdəndir. Çox gözəl əməliyyat edirlər, açığı gərək olan deyəsən. Bizim düşmənlərimizdəndir, qorxuram, gedərəm əməliyyatlarına, bir də onları mən sevmirəm, onların boyunu yerə soxum. Ona görə gedəm, amma əməliyyat məsələsində görürəm ki, onların əməliyyat. Bir də bir həkim var burada, çox belə gözəl həkimdir. 2035-ci ilə qədər onun qəbuluna düşmək olmur, yoxdur vaxtı, doludur kalendarla. Bu arada bizim həkimlərimiz, mən bir həkim haqqında danışacağım. Mənim gözünüz olsun mənim səhifəmdə, Instagramımda, plastik cərrahdır. Mənim dırnaq ustam şərbəti çox bərbad vəziyyətə qoyublar. Ola bilər o başqa ölkənin vətəndaşı olar. Ola bilər bizim dilimizi bilməz. Amma ən azından müsəlmandır, ən azından o da qadındır. Buradan Azərbaycana gəlib, pul verib, əməliyyat elətdirməyə yazığı bədbəxt günə qoyublar. O da mənə ağladı, mənə dedi, mən o həmin həkimin nümayəndəsinə xəbərdarlıq elədim. Hələ həkimin adını çəkmirəm. O qızın pulunu qaytaracaqsınızsa, mən danışmayacağam. Yox, qaytarmayacaqsınızsa, mən sizin efirdə adını çəkəcəm. Bir də buradan o təşəkkür edirəm Amerikada oturan bir jurnalistimizə, nədir? Ataşov adı, nədir, kimdir? O çox sağ olsun. Bir çox plastik cərrahların iç yüzünü ortalığa çıxartdı. Mən də getdikcə TikTokda bu mövzulara toxunacağım öz səhifəmdə və TikTokumun canlı yayımında. Mən də açıqdır, nə gəldi danışacağım, yəni heç kəsə qorxacağım, aşırılarım yoxdur. Həkimlər haqqında da belə o bir çox həkimlik oxumayıb diplom olanlar, hansı ki, amma həkimlik oxumaq az demək deyil, 12-13 il həyatlarını sərf edirlər həkim olmağa. Amma bu gündən gedirlər, diplom əllərini alırlar, gəlirlər plastik cərraham, gəlirlər kosmetologam, gəlirlər ki, nə bilim, nədir, ginekologam. Olmaz. Ona görə də xəstəliklər, nə bilim, insanlar məhv olub gedirlər və mən o haqda danışacağım. Mən də danışacağım. Bu həkimin haqqında artıq araşdırmalar demişəm, bizim uşaqlar aparacaqlar və onun xəstələrinə də müraciət edəcəyik. Görək kimləri nə günə qoyubdur. Yaxşı bir Bondoradır, Şondoradır, nədir, bu xəstəxanada işləyir. Adlı bir klinikadır, pullu bir klinikadır bildiyim qədərilə. Amma
plastik cərrahdır, çox pis şeylər eləyirdi. Yəni evini yıxıb da bir xəstəmizin plastik qadındır da, plastik əməliyyata gedibdi, qızı məhv eləyibdi, yəni açığı. Olmaz. O da pulunu istəyir yazıq, nə pulunu qaytarmırlar, nə də təzədən əməliyyat eləmirlər. Deyirlər təzədən pul verir, təzədəndən gəl. Bu qalınlıqda şey olar az. Lavaşı palçıq elədin qoydun ona, sinən yanmasın, yazıqsan. Və hər dəfə bir mövzuya toxunacağım, hər dəfə bir mövzudan danışacağım. Aysel, gözün olsun mətbuatda, mənə qəşəng suallar hazırla, xahiş edirəm, sən hazırla. Və mətbuatda istəyirəm ki, bəzi şeylərə toxunun. Sizi öpürəm, bağrıma basıram. İstəyirəm ki, canlı yayımla sağollaşam. Tıkladınız, tıklamadınız da sağ olun. Sizi sevirəm. Və yenə də deyirəm, klipmakerlər axtarıram Moskva şəhərində. Xahiş edirəm, bizə müraciət edin. Instagramımıza, TikTok səhifəmizdə, direktimizdə yazın. Stilistlər axtarırıq geyimlərimiz üçün, klip geyimlərimiz üçün. Makyaj saç ustaları axtarırıq. Mən ruslarla işləyirəm klipimdə çox vaxtlarda. Amma yaxşı, həqiqətən də Azərbaycanlı olan, amma peşəkar səhnələr üçün müğənniləri hazırlayan peşəkar insanlar axtarıram. Xahiş edirəm, ayın axırına qədər bizim klip çəkilişlərimiz başlayacaqdır. Əslində bugün klip çəkməliydik. Yanan ürəyim sənə qurban, haralardasan, canım gözüm, şirin sözüm, haralardasan. Və ona görə, amma belə bir şey oldu ki, bu günlərin bilirsiniz, sabahlarım burada parada olduğuna görə hər yer bağlıdır. Şəhərdə Ablavadır. Ablavadır da, hə? Yenə səhv dedik. Ablava pis şeydir. Görəsən səni. Yəni hamı saxlayırlar, yoxlayırlar, yola salırlar, ha? Ona görə klipimizi saxladıq ayın 8-dən sonra. 8-dən sonra klip çəkilişlərinə başlamışıq. Geyimlərimiz üçün adamlar axtarırıq, makyajlar və klip makerlər bizə müraciət edir. Artıq bir klipimizi haralardasanı biz çəkirik, bir Dağıstanlı rejissorumuz var ondan. Amma yerdə qalanlarına isə yaxşı klip makerlər axtarırıq. Bizə müraciət edin, gözləyirik və dəyərləndirəcəyik. Yazırlar ki, bayında başlayır yazmağa. Tez-tez canlı açın. Və canlı açacağım. Mən niyə ki həkimlərdən, bax həkimlər, müəllimlər, ondan sonra səsi olmayanlar, hamınızdan danışacağım biləsiniz. Mən də heç kimdən qorxacaq yerim yoxdur. Necə lazımda sözümü deyəcəm. Özünüzə çıxıb efirdə canlı muğamı. Bax bir söz deyim mən sizə. Açığı bir dənə bu mövzuya toxunub sonra sağollaşıram sizlə. Nəyi demək istəyirəm? Baxıram. Əvvəla birinci səhər canlı oxumun ayıb dözünüzü biabirəmi xaric oxursunuz. Katastrof olur yəni. O deyiləsi deyil. Bu bir. İkinci. Çinli xanım təşəkkürlər hədiyyələ görə. İkinci nəyi demək istəyirəm? Yaxşı stilistlərdən danışacağım. Kimlərin ki saçını zay eləyiblər, zibil günlə qoyur onlardan danışacağım. İkinci, əziz sənətdə olan insanlar, mən çox xahiş edirəm. Sənəti bu qədər ucuzlaşdırmayın. Oxumaq istəyirsinizsə Allah səs versin. Səs varsa oxuyun. Səs yoxdursa elə hər yerindən qaçan gəlib oxumaq, müğənni olmağı ayıbdır. Amma mən danışacağım sizin haqqınızda. Efirdən sizin haqqınızda bütün sujetləri götürəcəm və mən burada danışacağım. Olacaq ikinci Xoşgədəm Hidayət qızı. Nə deyirsiniz? Xoşgədəmi də buradan öpürəm, bağrıma basıram. Biz hələlik görüşmək ümidi ilə sizi çox sevirəm. Nə yaxşı ki varsınız. Maç edirəm sizi. Hələlik.